Dilimiz çox zəngin və ahəngdar dildir. Dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Ümummilli lider Heydər Əliyev. Həmin arası 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat Fakültəsini bitirmiş, 1932-1935-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1943-cü ildə filologiya üzrə namizədlik, 1954-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1955-ci ildə professor elmi adı almışdır. Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü və həqiqi üzvü seçilmişdir. 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda assistent və dosent işləmişdi. Kitabi Dədə Qorqudun Azərbaycanda ilk naşiri olmuş, Məhəmməd Füzulinin əsərlərinin 5 cilddə elmi tənqidi mətnini hazırlamış, Xaqani, Məhsəti, Nizaminin lirik şeirləri, Nəsimi, Xətai, Sahib Təbrizi, Qövs Təbrizi, Vidadi, Vaqif və başqa şairlərin əsərlərini ilkin mənbələr və əlyazmalar əsasında nəşr etdirmişdir. Azərbaycan və Özbəkistan Respublikalarının əməkdar elm xadimi olmuş, Türk Dil Qurumunun fəxri üzvü seçilmiş, İraq Elmlər Akademiyasının fəxri üzvü, İslam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin üzvü kimi yüksək adlara layiq görülmüşdür. Qırmızı əmək bayrağı, şərəf nişanı ordenləri və medallarla təltif edilmişdir.
Məmmədağa Şirəliyev 1931-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspirant, 1934-cü ildə aspiranturada oxuya-oxuya eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan Dilçiliyi kafedrasında müəllim vəzifəsində çalışmışdır. 1941-ci ildə Bakı dialekti mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi dəyərini nəzərə alaraq 1943-cü ildə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 1949-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1962-ci ildə ona əməkdar elm xadimi adı verilmişdir. Məmmədağa Şirəliyev türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin dialektoloji atlası tərtib və nəşr edilmişdir. Akademik Məmməd Arif Dadaşzadə 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, Rus ədəbiyyatı kafedrasının dosenti olmuşdur. Azərbaycan Maarif Nazirinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin akademik katibi, sonra Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Terminologiya Komitəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuşdur. Məmməd Arif, keçmiş SSR Elmlər Akademiyasının müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunu uyğunluqları kompleks problemi üzrə Elmi Şuranın 9 cildlik qısa ədəbiyyat ensiklopediyasının redaksiya heyətinin 6 cildlik çoxmillətli Sovet ədəbiyyatı tarixi nəşrinin baş redaksiya heyətinin üzvü olmuş, həm də bu əsərlərin hazırlanmasında müəllif kimi yaxından iştirak etmişdir. Əməkdar elm xadimi Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. Bəkir Çobanzadə Tavrit, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur. Ümumİttifaq Türkologiya Qurultayının təşkilində fəal çalışmışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dilçilik kafedrasına və bütünlükdə Filologiya fakültəsinə rəhbərlik edən professor Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə Dəmirçizadə, Şirəliyev kimi nəhəng dilçi alimlər Dilçilik kafedrasının aspirantı olmuş, burada elmi pedaqoji fəaliyyətlərinə başlamışlar. Əbdüləzəl Dəmirçizadə 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dillər kafedrasına aspirant qəbul olunmuşdur. 1936-cı ildə Türk dili adlı ilk kitabı aspiranturanı qurtardıqdan sonra 1938-ci ildə Azərbaycan ədəbi dili tarixinin xülasələri adlı ikinci kitabı işıq üzü görmüşdür. 1940-cı ildə ona filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Dil tarixi sahəsində elmi tədqiqatlarını davam etdirən tədqiqatçı 1944-cü ildə Azərbaycan dilinin tarixi
Qədim dövr adlı əsəri müdafiə etmişdir. 1945-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1943-cü ildən ömrünün sonuna qədərsə APİ-də Azərbaycan Dilçiliyi Kafedrasına rəhbərlik etmişdir. 1955-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi metodik məqaləsi çap olunmuşdur. Alimin Azərbaycan dili tarixi xülasələri, Azərbaycan dilinin tarixi, Azərbaycan ədəbi dilinin inkişaf yolları, Kitabi-Dədə Qorqud dastanlarının dili, Azəri ədəbi dilinin tarixi, Azərbaycan dilinin tarixi qrammatikası və ölümündən sonra çap olunmuş Azərbaycan ədəbi dilinin tarixi ikinci hissə kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, Türk aləminin xəzinəsini zənginləşdirmişdir. Ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsmail Şıxlı 1937-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat Fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir. 1946-1949-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya Fakültəsində aspirant, daha sonra müəllim, baş müəllim olmuş, Xarici Ölkələr Ədəbiyyatı Kafedrasının müdürü, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. Azərbaycan jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib. Mircəlal Paşayev. Görkəmli ədəbiyyatşünas Mircəlal Paşayev 1936-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda mühazirələr oxumuşdur. 1940-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1947-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Mircəlal Paşayevin 1935-1939-cu illərdə Boy, Bostan Oğrusu, Gözün Aydın, Dirilən Adam kitabları kütləvi tirajla çap edilmişdir. Mircəlalın nəsr yaradıcılığında roman janrı başlıca yer tutur. O, ilk romanı Dirilən Adamı yazandan sonra Bir Gəncin Manifesti, Açıq Kitab, Yaşıtlarım, Təzə Şəhər, Yolumuz Hayanadı romanlarında həyatın geniş, epik lövhələrini yaratmışdır. Onun bu əsərləri Azərbaycan ədəbiyyatı tarixində roman janrının inkişafına istər məzmun, istərsə də bədii forma cəhətdən təsir göstərmişdir. 1969-cu ildə Mircəlal Paşayevə əməkdar elm xadimi fəxri adı verilmişdir. Onun Bir Gəncin Manifesti romanı Azərbaycan ədəbiyyatında yeni hadisə idi. Dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Ağaməmməd Abdullayev 1942-1949-cu illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda Azərbaycan Dili Kafedrasına rəhbərlik etmiş, 1942-ci ildə pedaqoji elmlər namizədi, 1958-ci ildə pedaqoji elmlər doktoru alimlik dərəcələrini almışdır. 1966-1970-ci illərdə Xarici Dillər İnstitutunun rektoru olmuşdur. Azərbaycan dilinin tədrisi, tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. Azərbaycan dilinin tədrisi tarixindən monoqrafiyasında Üzeyir Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun Türki, Rusi və Rusi-Türki lüğətini ətraflı təhlil etmişdir. Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası, ibtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası, Azərbaycan dilinin tədrisi tarixinə dair kitablarının müəllifidir.
Afad Qurbanov 1948-1952-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almış, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan Dilçiliyi kafedrasında aspirant olmuş, 1959-cu ildən kafedranın müəllimi kimi fəaliyyətə başlamışdır. 1967-ci ildə AP-nin Filologiya Fakültəsində dekan müavini, 1968-1981-ci illərdə dekan vəzifəsində çalışmışdır. 1981-1989-cu illərdə AP-nin rektoru, 1979-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1990-1994-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 20-ci əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatı aparılarkən Afad Qurbanov Azərbaycan Əlifba Komissiyasının sədri və Latin qrafikası əsasında hazırlanmış və bugün istifadə etdiyimiz Latin qrafikalı Azərbaycan əlifbasının müəllifi olmuşdur. Görkəmli dilçi alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Onomastika Elmi Məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir. Xəlil Rza Ulutürk. Filologiya elmləri doktoru Xəlil Rza Ulutürk 1950-1960-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləmiş, 1954-cü ildə SSR Yazıçılar İttifaqının üzvü seçilmişdir. 1957-ci ildə Xəlil Rza Moskvaya Dünya Ədəbiyyat İnstitutu nəzdində olan 2 illik ali ədəbiyyat kurslarına göndərilir. Xəlil Rza institutda Rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması Leninqrada Ermitaj xəzinəsinə, kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır. 1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O 1963-cü ildə filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş və müəllim kimi fəaliyyətinə davam etmişdir. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilib. Ədəbiyyatşünas, dramaturq, ictimai xadim, dövlət mükafatı laureatı Xəlil Qurbanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil Ədəbiyyat Fakültəsini 1951-ci ildə bitirmiş və orada aspirant saxlanmışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Rus ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmişdir. 1956-cı ildə dissertasiya müdafiə edib elmlər namizədi alimlik dərəcəsi almışdır. 1964-cü ildə ona filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. AP-də baş müəllim, dosent vəzifələrində çalışmış, mətbuatda müxtəlif səpkili yazıları ilə çıxış etmişdir. Rəis məşğuldur, əcəb işə düşdük, özümüz bilərik, olmadı elə, oldu belə. Milyonçunun dilənçi oğlu pyeslərini Bahadır və Sona librettosunu qələmə almışdır.
Professor Həsən Mirzəyev 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışmışdır. O müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdürü və dekan vəzifələrində işləmişdir. Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1990-cı ildə professor elmi adını almışdır. Professor Həsən Mirzəyev Azərbaycan dilçiliyində fe'l bəhsi üzrə məktəb yaratmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları tədqiq etmişdir. 91-lərin ağsaqqallarından biri olan Həsən Mirzəyev Azərbaycan Respublikası Milli Məclisinin 1-ci və 2-ci çağırışlarında deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Şöhrət ordeninə, 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına, 2009-cu ildə prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. Professor Nizami Xudiyev 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır. 1978-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş, bu vəzifədə 1991-ci ilə kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə etmiş, sonra professor elmi adına layiq görülmüşdür. 1974-1979-cu illərdə AP-nin Filologiya Fakültəsinin Həmkarlar Təşkilatında sədr, 1975-1981-ci illərdə Azərbaycan Dilçiliyi Kafedrasında baş müəllim, 1981-1990-cı illərdə dosent, 1990-cı ildən ömrünün sonunadək professor vəzifəsində çalışmışdır. 1994-1996-cı illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1995-ci ildən 2010-cu ilədək 3 çağırış millət vəkili kimi fəaliyyət göstərmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü olarkən təhsil haqqında qanunun hazırlanmasında, onun müzakirəsində, komitənin səlahiyyətinə aid olan məsələlərin həllində fəal iştirak etmişdir. Zahid Xəlil 1970-ci ildən Azərbaycan Ədəbiyyatı Tarixi Kafedrasında baş müəllim, 1980-ci ildən Ədəbiyyat və onun tədrisi Metodikası Kafedrasında dosent kimi çalışıb. 1975-ci ildə Filologiya elmləri namizədi, 1990-cı ildə Filologiya elmləri doktor elmi dərəcələrini, 1991-ci ildə professor elmi adını almışdır. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Fakültəsinin dekanı, Ədəbiyyat və onun tədrisi Metodikası Kafedrasının müdiri vəzifəsində çalışıb. 2021-ci ilə kimi Ədəbiyyatın tədrisi Texnologiyası Kafedrasının professor vəzifəsində fəaliyyət göstərib. SSR Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olan şair, həm də orta ümumi təhsil məktəblərinin 2-3-cü sinifləri üçün Azərbaycan dili, ali məktəblər üçün uşaq ədəbiyyatı dərsliklərinin müəllifi olub.
Balaxan Qaraxanoğlu Hüseynov, filologiya elmləri doktoru, professor, əməkdar müəllim Balaxan Hüseynov 1987-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1987-2008-ci illərdə Xarici Dillər Kafedrasının, 2008-2014-cü illərdə İngilis dili və onun tədrisi metodikası kafedrasının müdiri olmuşdur. 1997-ci ildə ona filologiya elmləri doktoru elmi dərəcəsi, 1990-cı ildə professor elmi adı verilmişdir. Kanada, Fransa, Türkiyə, İran və İraqda elmi ezamiyyətdə olmuş, 1979, 1980 və 1981-83-cü illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərmişdir. İngilis dili və onun tədrisi problemləri ilə bağlı 9 kitabı, 70-dən çox elmi məqaləsi nəşr olunan professor, pedaqoji və elmi pedaqoji sahədəki xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunmuş, əməkdar müəllim fəxri adı verilmişdir. Professor Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetində rektorluq fəaliyyətinə başladığı vaxtdan etibarən daim filologiya fakültəsinə diqqət və qayğı göstərir. O, fakültənin təşəbbüsü ilə keçirilən tədbir, elmi seminar və konferanslarda mütəmadi olaraq iştirak edərək məmnunluğunu dilə gətirir. Hal-hazırda fakültədə 6 kafedra və 1 mərkəz fəaliyyət göstərir. Müasir Azərbaycan Dili Kafedrası, Azərbaycan Dilçiliyi Kafedrası, Azərbaycan Dili və onun tədrisi texnologiyası Kafedrası, Ədəbiyyat Kafedrası, Ədəbiyyatın tədrisi texnologiyası Kafedrası, Xarici Dillərin Tədrisi Kafedrası, Xarici Dillər Mərkəzi. Son dövrdə Filologiya Fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyev və Azərbaycan dili, Süleyman Sani Axundov 150, pedaqoji kadr hazırlığında yeni yanaşmalar, Azərbaycan dilçiliyi 21-ci yüzillikdə,
Reallıqlar, Perspektivlər adlı Respublika elmi praktik konferansları keçirilmiş, görkəmli şair Əli Tudənin yubileyinə, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illiyinə, Zəfər gününə, Qərb Azərbaycana həsr olunmuş tədbirlər, esse müsabiqələr təşkil olunmuşdur. Ulu Öndər Heydər Əliyev, Bəkir Çobanzadə, Məhəmməd Akif Ərsoyun yubileylərinə, Yaşıl Dünya naminə həmrəylik ilinə, filologiya elminə həsr olunmuş elmi seminarlar iştirakçıların rəğbətini qazanmışdır. Akademik və professorların ustad dərsləri, xalq şairləri ilə görüşlər təşkil olunmuş, Özbəkistan, Polşa, Gürcüstan universitetlərinin mütəxəssisləri Filologiya fakültəsinin tələbələrinə təlimlər keçmişlər. Son illər Filologiya fakültəsinin beynəlxalq əlaqələri genişlənir. Fakültənin elmi heyəti Almaniya, Danimarka, Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızistan, Qazaxıstan, Kazana səfər etmiş, işgüzar görüşlər keçirmiş, beynəlxalq təlim, konfrans, layihələrdə iştirak etmişlər. Həmçinin professor Mahirə Hüseynova Naxçıvan Dövlət Universitetinin, Mamun Universitetinin, Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin, Cizzaq Dövlət Pedaqoji Universitetinin fəxri professor adına layiq görülüb. Dünya Söz Akademiyasının, Maxbirat adına Turan Elmlər Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki seçilib. Ona 2021-ci ildə əməkdar müəllim fəxri adı verilib. Heydər Əliyevin 100 illik yubiley medalı ilə təltif olunub. Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Cizzaq Dövlət Pedaqoji Universitetində Mahirə Nağı qızı ilə görüşlər təşkil olunub. Fakültə dekanı Dosent Könül Həsənova Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunmuş, 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə ilin gənc alimi seçilmişdir. Həmçinin BZT Turan Akademiyasının və Məmun Universitetinin fəxri doktor adına layiq görülmüşdür. 2019-cu ildə Filologiya Fakültəsinin nəzdində yaradılan Meh Ədəbi Dərnəyi tələbələrin ədəbi istedadlarını aşkarlamaq və dəstəkləmək məqsədi daşıyır. Davamlı layihələr, tədbirlər həyata keçirən dərnək üzvləri İmadəddin Nəsiminin, Nizami Gəncəvinin yubileylərinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyinə, Qərbi Azərbaycana, görkəmli yazıcı və şairlərin yaradıcılığına həsr olunmuş tədbirlərdə uğurlu çıxışları ilə yadda qalmışlar. Meh Ədəbi Dərnəyinin üzvləri Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalında uğurlu çıxışlarına görə təltif olunmuşlar. Onlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi Konstitusiya və Suverenlik ilinə ithaf olunmuş Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalında fəal iştirak etmiş, istedadlarını və yaradıcı potensiallarını nümayiş etdirmişlər. (2024-cü ildən etibarən Filologiya Fakültəsində Filoloqun Oxu Həftəsi layihəsi təşkil olunmuşdur. Layihə zamanı tələbələrlə görkəmli Azərbaycan yazıçılarının əsərlərinin debat formasında müzakirələri keçirilmişdir.
2024-cü ildən Filologiya fakültəsində təşkil olunan Situational English layihəsində xarici dil müəllimliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə müxtəlif konseptlər üzrə açıq dərslər keçirilmişdir. ...2025-ci ildən etibarən Filologiya fakültəsində təşkil olunan Alimlərimizi tanıyaq, tanıdaq layihəsinin məqsədi Azərbaycan elminə dəyərli töhfələr vermiş görkəmli alimlərimizin həyat yolu və elmi fəaliyyətini tələbələrə tanıtmaq, onların zəngin elmi irsini yeni nəsillərə ötürməkdir. Layihə çərçivəsində nüfuzlu alimlərin həyat və yaradıcılığı ilə bağlı təqdimatlar hazırlanır. Mühazirələr, görüşlər və fikir mübadilələri keçirilir. Onların elmi uğurlarını əks etdirən məlumat bazası formalaşdırılır. Sosial şəbəkələr vasitəsilə maarifləndirici məzmunlar paylaşılır. Fakültənin mətbu orqanı olan Filoloq qəzetində professor, müəllim heyətinin və tələbələrin yazıları dərc olunur. Universitet həmçinin fakültədə baş verən yeniliklər barədə xəbərlər öz əksini tapır. Fakültənin elmi nəşri olan Filologiya və Pedaqogika elmi araşdırmalar jurnalında professor, müəllim heyətinin və doktorantların Azərbaycan, Rus və İngilis dillərində məqalələri dərc olunur. Filologiya fakültəsinin tələbələri mübadilə proqramları çərçivəsində bir semestr ərzində Almaniya, Danimarka, Rumıniya və başqa ölkələrin universitetlərində təhsil almaq şansı əldə ediblər. Mübadilə zamanı tələbələr həm ixtisas fənlərini öyrənib, həm də fərqli təhsil sistemlərinin üstünlükləri ilə tanış olublar. Təhsillərini başa vuran tələbələr haqqında müsbət rəy məktubu göndərilmiş, onların semestr ərzində dərslərdə müvəffəqiyyətlə iştirak etdiyi qeyd olunmuşdur. Filologiya fakültəsinin dil və ədəbiyyat müəllimliyi, Rus dili üzrə ixtisasının tələbələri Rusiya Federasiyasının Tataristan Respublikasının paytaxtı Kazan şəhərində Yay Universiteti adlı beynəlxalq layihədə iştirak etmişlər. Tələbələrlə yanaşı qrup rəhbərləri olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzinin müəllimlərinin də iştirak etdiyi layihə Kazan Federal Universiteti tərəfindən Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Azərbaycanla yanaşı dünyanın 13 ölkəsindən, o cümlədən Belarus, Cənubi Afrika Respublikası, Braziliya, Çin, Hindistan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 400 tələbənin qatıldığı layihədə onlar universitet şəhərciyində məskunlaşaraq müxtəlif dil, din və mədəniyyətlərə mənsub yaşıdları ilə tanış olmaq, fikir mübadiləsi aparmaq imkanı əldə etmişlər. Tələbələr təmsil etdikləri ölkə və universitet haqqında təqdimatlarla çıxış etmiş, qrup şəklində layihələr hazırlayaraq təqdim etmişlər. Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev.